Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva Sumqayıtda dəfn edilib. Mərasimdə şəhidin doğmaları, Sumqayıt şəhər icra hakimiyyətinin rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci il martın 27-sində Sumqayıt şəhərində anadan olub. 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Mehriban xanım bizim kəndə elə bir gün ondan qabaq gəlmişdi, qoşulmuşdu bizim sıralarımıza. O da elə gələn gündən deyir ki, bir döyüş olsaydı gedərdik döyüşə. Aradan bir gün keçmiş, xəbər gəldi ki, Sərxavənd tərəfdən hücum olunmalıdır. Biz də komandirin tapşırığından Sərxavənd istiqamətində getdik və oradan da əməliyyata başlanıldı. Əməliyyatımız da uğurlu alındı. Həmin vaxtda Sərxavənd kəndi düşmənlərdən azad olundu. Könüllü olarak müharibəyə gedib 4 qardaş, 4 bacı olublar. Medsestra olarak, o tibb bacısı olarak, könüllü olarak gedib orada qəhrəmancasına döyüşüb və şəhid olub. Rəhmətli babam İstəmirdi, həmişə gözləri yoldaydı. Bir gün qapı döyülüb geri gələcəyini düşündükləri üçün heç vaxt icazə vermədilər ki, onun üçün bir anıt, hər hansı bir şey biz eləyək. Ateş! Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.